Herkese salam, YouTube kanalıma və növbəti vloguma xoş gəlmisiniz qızlar. Bugün sizinlə ev vlogu paylaşacağım. Həftə sonudur, evdəyik. Bundan öncəki günü vlogda da gördünüz. Həftənin 6-cı günü uşaqları şəhərə gəzməyə aparmışdım. Bugün isə ev işlərini görmək vaxtıdır. Evləri yığışdıracağım. Düzdür, elə də çox bir işim yoxdur. Səhər durdum, yerləri yığdım. Bu arada uşaqların artıq qalın adyalarını götürmüşəm qızlar. Çünki səhər gəlib baxırdım ki, gecə ərzində üstlərini tez-tez açırdılar. Gördüm ki, təriyirlər. Elə adi belə yorğan üzlərim var idi. Onları qoymuşam ikisinə də. Yəni üstləri artıq yüngül olsun, istidir. Düzdür, dünən axşam biraz belə yağış yağdı, amma ümumi götürəndə hava istidir. Biz şəhərdə olanda da axşamüstüyə doğru sərin olsa da, yəni günorta isti idi. Nəysə səhər durdum, öz otağımızı yığışdırdım, səliqəyə saldım, uşaqlarınkini də yığışdırdım, səliqəyə saldım. Əslində çox bir şey yox idi uşaqların otağı da, elə də dağınıq deyil idi. Uşaqlar günün çox hissəsini artıq çöldə keçirdilər deyə ev ümumilikdə təmiz qalır, səliqəli qalır. Onsuz da Uğur bir şey eləmirdi. Əsas Mehrin idi, biraz buraları töküb dağıdırdı. Bu günlərim artıq ilin sonudur, bilirsiniz ki, kitabların qaytarılma vaxtıdır. Uğurun bütün kitabı, dəftəri nəyi var, onların hamısını bugün sortlayacağım. Kitabları götürəcəm, ayıracağım, üzərini çıxardacağım ki, məktəbə təhvil verək. Belə, yoldaşım da növbədən gəlmişdi, o yuxarıda uzandığı üçün elə də çox dərindən bir iş görə bilməyəcəm. Yüngülvari sadəcə olaraq tozlarını alacağım, amma ilk öncə Uğurun kitablarını rahatlamaq istəyirəm. Çünki burada seçəcəyim şeylər çoxdur. Yəni dəftərlər falan var ki, dolub, onlar atılasıdır, üzlər çıxarılasıdır. Onları eləyim, daha sonra keçəcəm işlərimə. Uğurun çantasını boşaltdım qızlar. Belə baxıram, deyirəm ki, nə qədər burada yəni ləvazimatlar var da, məktəb ləvazimatları, kitablar, 11 fən keçirlərdə səhv eləmirəmsə, hər fənnin iş dəftəri, yəni gərəksiz əşyalardır. Əslində mənim gözümdə gərəksiz əşyalardır. Yəni ki, bu qədər yükləməyə ehtiyac yoxdur. Düzdür, burada belə hazırlıq kitabları da var, amma onu da çıxanda belə yenə də çoxdur. Əşya çoxdur, əlavə test kitabları çoxdur. Yəni mənasız yerə yüklənmədən söhbət gedir. Ancaq yəni budur da, uşaq bütün ili bunu çiynində daşıyıbdı. Çantasından belə şeylər çıxdı. Onlar hamısı atlasıdır. Bir də qızlar bu arada bu kitabı keçən vloqlarda paylaşmışdım. Deyəsən bir vloq öncədən paylaşmışdım. Qızlar çox qəşəng kitabdır, çox bəyəndim. Oxunaqlı kitabdır. Axırıncı 3 fəsli qalıbdı. 38-ci fəsildəyəm. Ümumiyyətlə 40 fəsildən ibarətdir. Oxuyub bitirəcəm. Çox maraqlıdır, amma biraz belə zövq alaraq oxumaq istəyirəm sonlarına doğru. Belə tələsiyə salıb oxumaq istəmirəm. Ona görə dedim ki, işte işimi gücümü görüm, rahatlanım. Axşam yəqin ki, bu kitabı oxuyub bitirəcəm. Ümumi götürəndə 3-4 günə qurtarmış hesab olunuram. Alıb oxumağa dəyər. Elxan Elaxının ümumiyyətlə dili sadə dildir. Çox sadədir. Yəni dolaşığa salmır da adamı. Süjet xətti də çox maraqlıdır. Xəyanət burada yalnızca elə belə deyim də, sevgi mənasında xəyanətdən söhbət getmir, evlilik mənasında xəyanətdən söhbət getmir. Burada kitabda ümumiyyətlə xəyanət məfhumundan, xəyanət anlayışından söhbət gedir ki, dosta xəyanət, sevgiliyə xəyanət, həyat yoldaşına xəyanət və digər xəyanət növlərindən söhbət gedir. Nəysə, axşama yəqin ki, bu kitabı bitirərəm. Əli və Nino mağazalarında ayın 6-sından 14-ünə qədər 90%lik endirimlər başlayıb, amma yalnız Koroğlu filialındadır qızlar. O da mənim yolumun üstüdür də. Mən hər gün oradan keçirəm. Yəqin ki, sabahları mütləq şəkildə ora baş çəkəcəm, çünki oxunacaq başqa bir kitabım qalmayıb. Qızlar işlərimi demək olar ki, yekunlaşdırdım. Yəni bu kitab dəftəri işimi yekunlaşdırmışam. Bu Uğurun məktəbə gedəcək kitablarıdır. Kitablarımız yaxşı vəziyyətdə qalıbdır. Ümumiyyətlə mən xüsusi diqqət edirəm. Yəni Uğurun kitablarıdır, dəftərləridir, bunların səliqəsinə mütləq şəkildə üzlü, yəni işlədirik. Məktəbə sonda yəni qaytarırıq deyə. Ona görə xüsusi diqqət edirəm. Uğura da bunu aşılamışam. Uğur özü də yəni səliqəli, səhmanlı işlədir. Oğlan uşaq olmağına baxmayaraq yaxşı işlədir. Ümumiyyətlə il ərzində 2 dəfə məsəl üçün üzlərini də dəyişirəm qızlar. Bir yanvarda, sentyabrda qoyuram, bir də yanvar ayında dəyişirəm. Qış tətilindən sonra üzləri yəni yeniləyirəm, o formada gedir. Üzlərini çıxartdım, hamısı atılasıdır, yəni növbəti ilə istifadə olunacaq vəziyyətdə deyillər. Bunlar heç, bunlar sabahlarım Uğurun köhnə məktəbinə gedəcək inşallah. Sonra elə bir birinci gün köhnə məktəbə gedəcək, öz məktəbinə getməyəcək. İkinci gündə inşallah öz məktəbinə gedəcək, çünki tarixdən KSG-si qalıbdır, onu yazmağa getməlidir. Kitabları götürdüm, amma ikinci gün olan fənlərin iş dəftərlərini falan hamısını saxlamışam. Gündəlikdir, yəni o dərslərin dəftərləri və iş dəftərlərini saxladım. Rus dilindən iş dəftərimiz yox idi, aldırmamışdılar. Test kitabı var idi, onu hər ehtimala qarşı qoydum. Penalı boşaltdım, penalı qoymayacağam. Elə burada qələmi falan onları qoydum. Çantası Uğurun yaxşı vəziyyətdədir. Bu belə sadə bir çantası var idi Uğurun. Bunu ilin sonuna doğru mamam almışdı, hədiyyə eləmişdi. Hətta burada belə notebook qoymağa da yeri var. Yəni yaxşıdır da. İnşallah ki, yəni 6-cı sinifi bundan düşünürəm ki, keçirdə bilər. Uzaqbaşı keçirdə bilməsə, yəqin ki, ilin sonunda almağa ehtiyac qalar. Bir də belə bu yaxınlarda penal almışdım Uğura. Bu penal da yaxşı çıxdı, qəşəng çıxdı. Amma açıq rəngdə istər-istəməz yazılıb eləyib. İndi buna ləkə çıxarıcı falan vurub sonra maşına atacağam. Yəni penalı artıq götürdüm. Penal aparmağına ehtiyac yoxdur. Çünki bu həftədən yalnız həftənin ikinci günü gedəcək məktəbə. Qalan günlər artıq getməyəcək. Sonra baxdım, gördüm rəngli kağızları yaxşı vəziyyətdədir. Hələ ki belə saxlayacağam. İndi yay uzunu özlərinə lazım olar, uşaqlar istifadə eləyərlər. Olmaz da heç nə, hələ ki qalsın, gələndə əlavə də alaram, bunu da üstündə işlədər. Deməli flomasterlərini yoxladım, qızlar burada göstərim. Deməli Uğurun flomasterları o qədər yaxşı vəziyyətdə qalıb ki və düşünün ki, bu flomasterları sentyabr ayında
almışdım. Bir-bir yoxladım, dedim hansı pis yazırsa onları ataram da. Baxdım gördüm ki, hamısı çox yaxşı yazır, yağlı yazır, qəşəng yazır. Qayıtdım albomuna baxdım. Dedim bəlkə bu il ərzində albomda heç istifadə etməyib. Baxıram ki, əməlli başlı istifadə eləyib, amma çox yaxşı çıxdı. Elə burada göstərim sizə. Deməli, marker Jumbo belə Yalong firmasınındır, bu firmanındır. Deməli yaxşı flomasterdir. Yəni ki, almaq olar. Məsləhətli flomasterdir. Burada düzdür, qiyməti cırılıbdır, bilmirəm neçəyə almışdım. Amma çoxdur da, 18 dənəlidir. Yaxşıdır. Bu qalıb, yəqin ki, gələn il istifadə eləyər. Sonra nə burada yaxşı qalan qələmləri, xəttkeşləri falan hamısı durur. Okleyi heç işlətməyibdi. Biri qurtarmışdı, onu təzə qoymuşdum, heç işlətməyibdi. Yəni belə, ümumi belə sortladım, sonra əsas karandaşları işlədibdi. Hamısını təzədən bir də yontdum. İki tərəflidir. Rəngləri iki tərəflidir. İndi yay uzunu istifadə eləyərlər. Gələn ilədəki vardı. Keçən səfər vlogda da sizə göstərmişdim. Ad günündə sinif yoldaşları hədiyyə kimi almışlar. İndi bunları götürün. Bunlar isə zibillərdə atılası olanlardır. Çantasını yığdım. İnşallah ki, sabah köhnə məktəbə gedib gələndən sonra tarixdən EMSOS-unu oxuyacaq, KCG-sini yəni oxuyacaq. Və salam belə. Bunu da bir kloka yerləşdirim. Burayla artıq yekunlaşdım. Burayla işimi qurtardım. Oğlun sumkasını falan düşürtdüm aşağı. İndi əsas işim burdadır. Mənim vaxtımı aparacaq işlər burada olacaq. Paltarlar çoxdur, hədsiz çoxdur. Yığılıblar. Həm ütülənəcəklərim var, həm qatlanacaqlarım var. Rəngli paltarları da vurmuşdum maşına. Onları da gətirdim, sərdim. Burada bəzi paltarlar var ki, onlar ümumiyyətlə dolaba asılasıdır. Bu arada ütü stolum da hazırdır qızlar. Yoldaşım düzəltdirdi, gətirdi. Deməli, gələndən sonra 2 dəfə üstündə paltar ütüləmişəm. Əvvəl bundan çox qəribə səs çıxırdı. Belə bastırdım ütü ilə üstündən. Belə qəribə səslər çıxardırdı. Sən demə svarka yerindən boşalırmış, xəbərimiz yox imiş. İndi o səs yoxdur, heç bir səs çıxartmır. Möhkəm görünür. İndi nə qədər işlədə bilərik, işlədərik. Yəni orada ütülənəcək paltarlarım çoxdur. Pastel dəstlərim də çoxdur. Onları da bunun üstündən salaram. Əsas işim paltar işidir. Bir də qızlar, mənim əsas işim bu dəhlizdəki bu dolablandır. Bunun da içi yığışdırılmalıdır, amma orada yoldaşıma polis paltarları çox olduğu üçün onu gələk ondan bir yerdə yığışdırım. Artıq olanlara ataq. Nəysə ki, orada hələ ki işim qalır. İndi burayla qutarım. Qaraları vurdum maşına, onlar da yolsun. Bir-iki dənə kurtkalar var idi, uşaqların qara kurtkaları. Onları da bastım maşına, onlar da yolsun. Qurusun, təmiz götürəcəm. Ayaqqabılar var idi qızlar, onları yudum. Əslində yəni çəkmədiyim çox şeylər var ki, araya salıb onları görmüşəm, eləmişəm. Otaqları səliqəyə saldım. Ümumi bir dənə hələ ki koridorda paltarlarım qalıbdı. Hər şeyi bitirəndən sonra toz-soranı gətirəcəm. Həm toz-soranlama, həm də silmə rejiminə ikisinə bir yerdə qoyacağam. Bundan öncəki həftələr ya mən silirdim, ya o toz-soranlıydı, ya da ki əksini eləyirdik də. O silirdi, mən toz-soranlıyırdım. Bu səfər hər ikisini də ona tapşıracağam, o eləsin. Yəni artıq işlərim çoxdur. Yəni bilirəm ki, toz-soranlamağa və yaxud da silməyə vaxtım qalmayacaq. Bir dənə mebellərin tozunu alaram. Və salam, indi keçim buraları mən rahatlayım. Burada uşaqların son qalan qış qalın paltarları da var. Onları qatlayıb götürəcəm. Ütülənəcəklər də çoxdur. Ümumi belə qatlanıb götürüləcək paltarlar çoxdur. Paltarları qutardım qızlar. Qatladım uşaqlarınkini hamısını ayırdım. Bunlar bu qış paltarlarıdır. Uğurun qış paltarlarıdır. Mehrinkiləri də qatladım. Ütülənəcəkləri də qatlayıb ora qoydum. Bu paltarları yəni qatlayacağım, ya daha doğrusu ütüləyəcəmsə qatlamağın nə mənası var, amma belə olanda qızlar elə bilirəm ki, az görsənir gözümə, həm də səliqəli qalır. Yoruldum, mən başda yoruldum, düzdür, oturaqlı işimi görmüşəm. Yəni belə deyim də ayaq üstə olmamışam, amma paltar qatlamaq məni yordu. Çünki həftə içi imkan eləyə bilməmişdim, qatlamamışdım. Ona görə də yığılmışdılar, hamısı yığılmışdı. Bunlar da Uğurun payızlıq, qışlıq paltarlarıdır, onlar yaylıq paltarlarıdır. Bu paltarlar isə dolablara asılacaq. Yoldaşımın bir-iki belə köynəyi falan var, onları rahatlayacağım. Görün bugünə çatdırsam, ütü işimi də görəcəm, amma inanmıram bugünə çatdırım. Hələ ki işlərim var. Bir də ki, ilin sonudur, tədris ilin sonudur. Bayaq kitabı, dəftəri necə sortladımsa, Uğurun paltarlarına da, məktəb paltarlarına da bir baxdım, nəzər yetirdim. Onsuz da bilirdim vəziyyətləri nə yerdədir. Qızlar, deməli bunlar gələn ilə çıxmayacaq. Bunların ikisini də bu tədris ilində almışdım, sentyabr ayında almışdım. Biri yadımdadır, Bakı Tikiş evindən almışdım, Mərdəkan filialından. Birini isə bunu çəkilişdə eləyib sizə göstərmişdim. Bunu deyəsən səhv etmirəmsə 13-15 manat civarı belə qiymətə almışdım. Bunu isə 3 manat 50 qəpiyə Araz marketdən almışdım. Çox yaxşı çıxdı qızlar. Elə bunun qədər yaxşı çıxdı. Heç bir fərqi yox idi. Yalnız burada düymələr qara idi. Burada isə ağ rəng idi. Mən Bakı Tikiş evinin paltarlarını sevirəm. Şalvarı da oradan almışdım. Çox yaxşı çıxdı. Şalvarı bəlkə saxlayaram, amma köynələrin heç biri qalası deyil. Qolsuz köynək də qalası deyil. Onsuz da bircə gün məktəbə gedəcək. Onu da atacağam. Atacağam deyirəm qızlar, çünki pis vəziyyətdədir. Məsələn, qolunun buraları falan hamısı süzüldü. Çünki siz çox geyinirlər. Oğlan uşağıdır. Səliqəli geyinmir, biraz yəni nə qədər də olmasa da çox elə bir ki yazıldı elədi arada. Hətta buradakı məsəl üçün yazılar falan getmədi də. Arxa tərəfinə birinin ümumiyyətlə çernil düşmüşdü. Yəni başqa uşağın qələmindən
Yəni pis vəziyyətdədir, yaxşı vəziyyətdə deyillər. Ona görə bunların ikisini də atacam getsin. Kiməsə vermək də istəmirəm. Çünki yəni bunlar artıq geyiniləcək vəziyyətdə deyil. Mən mümkün olduğu qədər kiməsə nəsə bağışlayanda da, nəsə verəndə də, heç tanımadığım adamlara da verəndə də fərqi yoxdur. Yəni çalışıram ki, elə paltarlar olsun ki, işə yarayar paltarlar olsun. Çox vaxt uşaqların gəzinti paltarlarını hədiyyə eləyirəm, verirəm. Ev paltarları demək olar ki, vermirəm. Çünki istifadə olunur. Məsələn, bunları çox mən xlora qoymuşam. Çox qoymuşam. Artıq istəsəməz parçanın keyfiyyəti ölüb. Biraz da məsələn maşına girsə, burulsa, yəni maşında sıxılsa, bunlar təmiz süzülüb gedəsidir. Şalvarı pis qalmayıb, şalvarını saxlayaram, amma sentyabr ayında yenə də yəqin ki 2 dənə uzun qol, bir dənə qısa qol, 2 dənə də şalvar alacam. Yəqin ki belə eləyəcəm. Amma baxaram yay uzunu istəyirəm. İkisindən birinin dəstini alım, artıq dəstləşdirim. Məktəb paltarlarını, yəni artıq Mehrin də bilirsiniz ki, birinci sinifə gedəcək. Mehrinə də almaq lazımdır. Mehrinin məsəl üçün bir dənə yubkası var. Düzdür, tam belə məktəb yubkası deyil. Daha doğrusu heç yalan deməyim, yubkalardan xəbərim yoxdur, nə tərz yubkalardır. Amma bir dənə göy rəng, belə tünd göy rəng yubkası var. Düşünürəm ki, bir dənə də dəyişəcək almaq olar. Yəqin ona da 2 dənə belə uzun qol, bir dənə də qısa qol köynək alaram. Belə. Buranı da bitirdim. Bunlar da dəsmallar da aşağı düşəcək. İndi bu paltarların hamısını dolablara yerləşdirim. Qızlar, bugün elə qəribə bir gündür. Deməli, səhərdən vlog açmışam, vlog çəkirəm də, indi görə mən gördüyüm işlər falan filan. Heç cürə iş görə bilmirəm. Nə mənada iş görə bilmirəm? Yəni günorta yeməyimizə qədər əslində bütün belə işləri gördüm, qurtardım. Yəni ki, səliqə, səhman, paltarları gördüyünüz kimi ütülədim, daha doğrusu qatladım, yəni bunları rahatladım da. Amma sonra heç bir iş görə bilmədim, çünki qəfil qonaqlarımız gəldi, qızlar. Baldızımın oğlu buradadır. Ondan əlavə yoldaşımın bibisi uşaqları, yəni ki bir xeyli adamımız var hal-hazırda aşağıda. Adamlar var, yəni qonaqlarımız var. Başımız onlara yeməyə falan qarışdı. Özümüz elə günorta yeməyini yeyirdik. Xəbər gəldi ki, sizə gəlirik. Tez bazar yeməyimizi yedik və tez bazarda hazırlıqlara keçdik. Hazırlıqlar deyəndə də ki, qızlar, bizim bu yaxınımızda Ləziz Kulinariya deyilən bir məkan açılıbdır. Elə yaxşıdır. İçində hər cürə nə istəsəz tapa bilərsiniz. Şirniyyat, paxlavalar, növbə-növ həm bizimkilər, həm türk paxlavaları. Ondan əlavə yeməklər, salatlar, istir mayonezli salatlar, çeşid və çeşid. Yoldaşımla tez getdik ora. Yaxşı ki, yoldaşım evdə idi, yəni maşın var idi. Tez getdik ora, biraz belə süfrəlik alış-veriş elədik, bilincik falan belə şeylər aldıq, gətirdik. Tez bazar süfrəni düzəltdik, qonaqlarımız gəldilər. İndi hal-hazırda aşağıda ilə yemək yeyirlər. Mən də qalxdım yuxarı. Baxdım, gördüm ki, uşaqlar yenə də buranı bərbad vəziyyətə qoyublar. Hələ bura baxın. Bunu da yəqin baldızımın oğlu koftasını asıbdır, koftasıdır. Buraları yenə də qatıb qarışdırıblar bir-birinə. Yenə də başladım buraları səliqəyə salmağa. Mehrin də budonu geymişdi, sonra çıxartdı əynini. Axşama doğru əməli başda səhrin düşdü. Çox qəribə bir soyuq hava var. Bilmirəm, bura özəldir bu hava. Yəni Mərdəkanda da belə hava, yoxsa şəhərdə də belədir, digər yerlərdə mi belədir? Amma günorta isti idi. Yəni əməli başda gün var idi, isti idi. Yəni adam iş gördükcə tərləyirdi. Buralarda dediyim kimi uşaqlar qatıblar bir-birinə, bayaq burada oynayırdılar. Bugünə düşünürəm ki, yəqin ki işlərim qalacaq. Daha bundan artıq iş görə bilməyəcəm. Bir də qara paltarları çıxartdım maşından. İnansız, bəlkə 2 saatda çıxartmışam. Elə qalıblar burada. Sadəcə olaraq çöldə şulkada yer yoxdur. Qaldırıb yuxarıda mansarda asacağam. Qonaqlarımız aşağıdadır, qızlar. Hələ ki qulluğa falan ehtiyac yoxdur. Yeməklərini yeyirlər. Mən də qalxdım yuxarı. Həm də biraz belə ortalığı səliqəyə saldım. Düşündüm ki, robotu gətirim qoşum, amma baxıram ki, qoşmağın mənası yoxdur. Qalsın, sabah ev yoxdur, işdən gələndən sonra qoşaram. Buraları təmizləyər. Əsas məsələ odur ki, yəni səliqə səhman işini görüb qurtarmışam. Əsas məsələ odur. Yoxsa belə dağınıqlıq olanda, yəni adamın yığışdırdığı da, təmizlədiyi, sildiyi də onsuz da görünmür də. Mən elə fikirləşirəm, yəni ev ola bilər ki, müəyyən mənada kirli olsun, amma səliqə səhman olmayanda, hər şey yerli yerində olmayanda o ev daha da kirli kimi görsənir mənə. Nəysə qızlar, indi qonaqlarımız da hələ dediyim kimi aşağıdadılar. Mən qalxdım yuxarı. Elədiyim bazarlığı gördüm, dedim heç çəkib sizlə paylaşmamışam. Bunları da göstərim sizə. O gün işdən çıxdım, getdim Nərmanova, metroya qalxdım. Normalda belə universitetin yanından avtobusa minib birbaşa Koroğluya gəlirəm. Koroğludan da avtobusla evə gəlirəm, amma yolumu dəyişdim, getdim Nərmanovda Olivier mağazasına. Ehtiyacım olan şeylər var idi, onları almağa. Deməli qızlar, əsas məqsədim nə idi? Əsas məqsədim o idi ki, özümə gedim üz yuma geli alım. Düzdür, mən üz yuma geli Qazelli firmasından istifadə eləyirəm. Düzdür, bəziləri bəyənmir, ümumiyyətlə o firmanı bəyənmir. Mən də açıq deyim, şampunudur, bədən gelidir. Bunları bəyənmirəm. Qalan şeylərini də onsuz istifadə etməmişəm. Amma üz yuma gelini çox bəyənirəm. Demək olar ki, 4-5 dəfədir dalbadal uzun illərdir mən o üz yuma gelindən istifadə eləyirəm. Bir ara dəyişmişdim, amma xoşuma gəlməmişdi. Bu səfər də dedim gedim, ondan alım. O da
nə Olivier-də, nə Rossmann-da təbii ki olmayacaq. Mən çox vaxt onu Bravo Marketdən alıram qızlar, ya da Bazar Store-dan alıram, ya da ki Sabinadan alırdım. Burada evimizin yanında Mərdəkanda var idi. Amma təəssüf ki oranı da bağlayıblar. Adora isə girmədim. Daha doğrusu belə oldu ki, yadımdan çıxdı. Təmiz yadımdan çıxdı ki, bilirdim ki, yəni ki onsuz da burada olmayacaq, Olivier-də olmayacaq şey, Qazelli üz yuma geli. Amma yəni heç başqalarına da baxmadım da, təmiz unutmuşam, almamışam. Amma digər ehtiyacım olan şeyləri aldım. Deməli bu şampundur qızlar. Deyəsən endirimdən 8 manata başa gəldi bu, səhv eləmirəmsə, artıq qiymətləri yadımdan çıxıbdı. Bir də 1-2 gigiyenik məhsullar almışdım. Hamısı bir yerdə 37 manat tutdu bu arada. Deməli belə bir şampun aldım. Bu aralar saçımda kəpək, qaşınma dəhşət çoxdur. Heç cürə qarşısını ala bilmirəm. Son 1 ilə yaxındır ki, ümumiyyətlə bərbad vəziyyətdədir saç diblərim. Nə edirəmsə də xeyri yoxdur. Maska eləyirəm, nə bilim müəyyən şampunlar alıram. Bunu da nəm yaman təriflədilər. Görək bunu da işlədək, görək necə olur. Amma yaxşı saç həkimi, traxoloq axtarışındayam. Baxıram ki, artıq şampundan hansısa bir Türkiyə çarəsindən olası bir şey deyil. Görünür ki, daxildən də nəsə var, onu müalicə etmək lazımdır. Sonra belə 250 millilik bədəngeli aldım. Bunu niyə belə balaca aldım? Çünki hələ varımdır, istifadə eləyirəm. 1 litrlik bədəngelim var idi. Hardasa qalıb da, yarım litrdən az qalıb, amma hələ ki qalıbdır. Bunu da ehtiyat üçün aldım. Bu da endirimdə idi. Hardasa 5 manata falan başa gəldi. Həm də ki belə iyisi xoşuma gəldi. Belə çox fresh iyisi var, təmiz iyisi var. Dəniz iyisi elə bil gəlir də. Yəni çox qəşəngdir. Bunu götürdüm. Əgər yaxşı olsa bunların böyükləri 1 litrliklər də var, elə də alacağam. Bunu da ilk dəfə də alırdım qızlar. Bunu da orada təriflədilər ki, saç üçün kondisionerdir, yəni balzamdır. Xüsusən də dibi kəpəklənən saçlar üçün nəzərdə tutulubdur. Ölçüsü də 300 millidir. Mən son zamanlar alanda qiymətlə ölçü söhbətinə çox fikir verirəm ki, yəni aldığım qiymətə bu ölçü dəyərmi? Bunun qiyməti yadımdan çıxdı. Neçəyə almışdım, amma nə bilim indi təriflədilər ki, bu kəpəyə uyğun balzamdır. Düzdür, yəni balzam onsuz da saç diblərinə vurulmur, amma yenə də yəni ki, hətta qız dedi ki, amma bu maska kimi də gedir. Yəni siz bunu saç dibinə qoyub vurub o masaj da eləyə bilərsiniz. Sonra saç boyası aldım, Garnier'in. Deməli qızlar, mən artıq 2 ilə yaxındır ki, saçımı boyuyuram, boyamaq məcburiyyətində qalıram. Çünki ağ saçlar artıq var, görsənir, xüsusən də ön hissələrdədir. İndi mən yəni üzümü paylaşmıram, amma paylaşsam görərsiniz ki, saçım çox boz görsənir. Yəni ki, rəngli görsənmir. Açığı sarı rəng, başqa rənglər, elə rənglərə cəsarət eləyə bilmirəm. Yaraşarmı, yaraşmazmı baxımından cəsarət eləyə bilmirəm. Elə saçımın tonlarında, hardasa biraz belə qəhvəyi rəng tonlarda artıq 2 ilə yaxındır ki, boya qoyuram. Bunu da nəzərdə tutmuşdum ki, bu günə qoyaram, amma yəni qonaq falan gəldi. Adətən baldızım kömək eləyir, bir yerdə qoyuruq. Qalsın yəqin ki, bir üstünə falan işdən gələndən sonra qoyaram. Sonra qızlar 2 dənə də belə üz yuma deyirəm, üz maskası aldım. Mən bu maskaları çox bəyənirəm. Yəni ki, parça maskadır da. Belə gördüyünüz kimi parça maskadır. Bu parça maskalar mənə sanki psixolojiyada yaxşı təsir eləyir. Həm də ki, alanda həmişə kollagen tərkibli alıram. Belə fresh qoxusu olan, sanki üzünə buz qoymuş kimi təəssürat yaradır da bu məndə. Meyvə ətirli falan bunları sevmirəm. Elələri də olur, yəqin ki, sizlər də istifadə edirsiniz. Amma mən belələrini sevirəm. Yəni ki, ətirləndiricisi zadı çox olmur deyə düşünürəm ki, onlar daha xeyirlidir. Ümumiyyətlə mənim üzüm elə də problemli üz deyil. Bu arada qızlar, bunlar da endirimdə idi. Deyəsən birini 2 manat 10 qəpiyə aldım. Belə digər şeylər də var idi, onları göstərə bilmirəm. Hamısı bir yerdə, dediyim kimi 37 manat tutdu. Hə qızlar, onu deyirdim. Mənim üzüm, üz dərim çox da problemli deyil. Yəni ki, yaxşıdır. Deyim ki, sızanaq olur, nə bilim çox belə problemli dəridir, yağlıdır falan da yox. Tam normal dəridir. Ona görə də hələ ki üzümə şükür Allaha hansısa bir prosedur zat ehtiyacım da yoxdur. 35 yaşım var artıq, amma ki nə bilim botoks kimi, dolğu kimi belə şeylərə də ehtiyacım yoxdur qırışların açılması üçün. Amma mən bu tərz baxımlar edirəm. Açığı deyim, yəni həvəsim də yoxdur ki, durum özümə təbii maskalar falan hazırlayım. Buna da yəni həvəs yoxdur. Amma belə maskalar eləyirəm. Günlük təmizliyinə çox xüsusi fikir verirəm. Mən artıq uzun müddətdir ki, məsəl üçün makiyaj silmək üçün misellər sulardan istifadə etmirəm. Düzdür, varımdır. Yəni ki, əlimin altında evdə mütləqdir ki, olmalıdır. Varımdır. Amma məsəl üçün makiyaj da eləyəndə, günlük makiyaj da eləyəndə evə gələn kimi çalışıram ki, üzümdə yəni artıq saxlamayım. Üzümdə makiyajla yatmayım. Üz yuma geli ilə dərin təmizləmə eləyirəm. Düzdür, axır vaxtlar bir-iki belə kosmetik məhsullar çıxıb, daha doğrusu təmizləyici məhsullar deyək də, ikili təmizləmə aparır. Hidrofil yağı belə bir şeydir. İnşallah ki, ondan alacağam özümə ikili təmizləmək üçün. Yəni belə şeylər etdikcə düşünürəm ki, üz dərim daha yaxşı qalır. Bir ara məsəl üçün aptekdən C vitamini alırdım, hansı ki ampulalarda olurdu qızlar. Arada yenə də onu eləyəcəm, çəkib sizinlə də bölüşəcəm. Yəni çox da ucuz qiymətə olur, elə də bahalı bir şey deyil. Onun ampulasını birbaşa açırdım, bir dənə disk pambuğa çəkirdim, vururdum, yəni üzümə çəkirdim. Üzümə, əllərimə, nə bilim bu boyun hissələrimə çəkirdim. Onun özünün də xeyri var, yəni C vitamini. Birbaşa o cürünə tətbiq eləyirdim. Hətta sonra bir nəfərdə mən YouTube'da gördüm ki, Y vitaminini də o şəkildə üzə tətbiq eləmək olurmuş. Yəni belə deyim də, düşünürəm ki, ümumi rutin təmizliyi saxlayanda üz dərisi yaxşı olur. Yəni çox da bir şeylərə ehtiyac olmur. Mən məsəl üçün düşünürəm ki, maksimal dərəcədə əgər ehtiyacım olsa da, mən bunu belə deyim də uzadım da. Məsəl üçün bir var 35 yaşımda artıq mən botoks, dolğu falan eləyim. Bir də var ki, məsəl üçün 40 yaş üstü, 45 yaş üstü bunlara artıq ehtiyac olsun. İndiki
məqamda hələ ki lazım deyil. Amma ətrafımda insanlar var, hətta məndən də yaşları balacadır, amma görürəm ki, artıq belə prosedurlara üz tuturlar. Bir ara məsəl üçün ildə 2 dəfə ümumi kosmetoloqa gedirdim, üzümü təmizlətdirirdim falan. Amma artıq onları etmirəm qızlar. Özümü bu maskalarla, patçilərlə, düzdür patçi tapa bilmədim. Bu səfər patçi da almaq istirdim. Artıq demək olar ki, yarım ilə yaxındır ki, patçi istifadə etmirəm, yəni gözaltı maskalardan. Amma bu maskalardan geniş istifadə eləyirəm. İndi hələlik ikisini almışam. Sonra da alaram. Deyim ki, özü də hər gün etmirəm qızlar. Həftədə bir dəfə eləyirəm. Yay vaxtı həftədə 2 dəfə eləsəm bəs eləyir. Yəni düşünürəm ki, bunlar da həqiqətən faydalı və xeyirlidir. Bunları hələ ki istifadə etməyəcəm deyə bura yığdım. Bura mənim kosmetik vasitələrimi qoyduğum dolabımdır qızlar. Düzdür, yəni hamısı bu deyil. Gözünüzə az gələ bilər, az dəyə bilər. Əsas hissəsi aşağıdadır. Çünki gündəlik məsəl üçün səhər dururam. Mən makiyajımı burada etmirəm. Yəni bu güzgüdə etmirəm, burada etmirəm qızlar. Düşürəm aşağı, aşağıda eləyirəm makiyajımı. Ona görə də bir çox hissəsi aşağıdadır. Bu aralar biraz özümə kosmetika alış-verişi etmişdim qızlar. Düzdür, yəni hələ bəzi kəsirlərim var, tonalim falan, onlar da bitir. Onları da alacağam inşallah. Çox gözəl bir Rumiana paleti almışam. Sonra belə qəşəng bir blesk almışam. Bu belə 3 rəngli kimi görsənir qızlar. Bir də burada biraz qaranlıq idi deyə mən məcbur işığı yandırası oldum. Tam belə görsənmir. Rəngi çox az verir. 3 rəngli kimi görsənir. Qatmaq lazımdır. Mən hələ qatmamışam. Bu formada istifadə edirəm. Yəni parıltı vermək üçün də, sırf parıltı vermək üçündür. Sonra bu Rumiana bronzer highlighter paletidir. Onu da sizə göstərim. İndi açıb daha belə geniş göstərəcəm. Budur. Sonra bu yaxınlarda özümə belə ətir dəsti almışdım. Deməli bu Victoria's Secret'in fərqli ətirləridir qızlar. Bu bombshelldir. Bu məsəl üçün Victoria's Secret Very Sexy ətridir. Bu qışa uyğundur, qış ətridir. Amma bu isə yay ətridir. Yəni istifadə etmək olar. Bir dənə də başqası var. O hal-hazırda çantamda da göstərə bilmirəm. Bunu da alanda paleti alanda üzərində vermişdilər. Yves Saint Laurent'in Mon Paris ətridir. Probnik formasında veriblər. Çox qəşəngdir bu da. Yəni ki, böyüyünü almaq olar. Belə, bunları bura yığmışam. Bu da dediyim kimi təzədir, bu da təzədir. Bunların hamısını qızlar kosmetik vasitələrimi artıq son vaxtlarda iş yoldaşımın eltisindən alıram. İndi geniş məlumat verəcəm. İndi açıb bunu sizə göstərim. Şampunla balzamı isə aparıb qoyacağam vanna otağına. Bu arada qızlar artıq bizim dəvətsiz qonaqlarımız gəlibdir. Ona görə də məcbur olub bu ağcaqanad dərmanını yandırırıq. Hə qızlar, deməli paleti göstərim sizə. Dediyim kimi Yves Saint Laurent firmasıdır və ekskluziv kolleksiyasıdır bu. Onu deyim ki, yəni az sayda olur bunlar bu formada. Yəqin ki görmüsünüz, bu formada Rumianaları da var. Amma sırf bu palet formasında çox az sayda satışa verilibdir. Ümumiyyətlə qabının dizaynı falan hər bir şey çox qəşəngdir. Adam istifadə etməyə belə nətər deyim, heyfi gəlir. Mən əslində bunu uzun müddətdə almışam, amma hələ istifadə etməmişəm qızlar. Yəni ehtiyac olmayıbdı. Bunu niyə aldım? Bunun qiyməti mənə çox sərfəli düşdü. Onun üçün də fürsəti əldən vermək istəmədim. Deməli qızlar, bu da paletin içi. Görürsüz, hələ istifadə etməmişəm deyə heç güzgü hissəsinin belə mat plyomkası var, onu da çıxartmamışam. Deməli qızlar, bu palet mənə niyə sərf etdi? Mən uzun müddət idi ki, beynimə qoymuşdum ki, bu YSL-in mütləq şəkildə Rumianasını, bir də bronzerini götürəcəm, alacağam. Rumiana bu tonlarda istəyirdim, şəftəli çiçək tonlarında, şəftəli tonlarında. Bir də bu bronzeri istəyirdim, amma belə qablarda olanı da, yəni belə yumru qablarda olanı, tək-tək olanları. Yəni nəzərimdə bunlar yox idi açıqcası. Bunu görəndə dedim ki, elə bunu almaq mənə daha sərfdir. Çünki ümumiyyətlə mənim Rumiana çeşidlərim çox azdır. Bir dənə, 2 dənə idi. Biri artıq bitdi, onu tulladım, getdi. Yalnız bir dənə bu tonlarda bir dənə Rumianam var və salam. Yəni Rumianaya da ehtiyacım var idi, bronzerə də ehtiyacım var idi. Bu ikisi isə highlighterdir qızlar. Bu biraz rozlu tonlardadır, bu isə ağ tonlardadır. Highlighter'a əslində ehtiyacım yox idi. Bir dənəsini almışdım. Sizlə də çəkib paylaşmışdım. Çox bundan qabaq Trendyoldan sifariş vermişdim. Amma o qədər pis çıxdı ki, qızlar. Çox, yəni pis idi. Ondan öncə Not firmasınkini işlədirdim. Notun ki çox gözəl idi. Sonra bilmirəm, Trendyolda yəni qabağıma çıxdı. Gabrini deyilən bir firma var idi. Yəni rəylərdə də baxdım ki, tərifləyiblər, almışdım. Amma heç də yaxşı çıxmadı. Elə nəzərimdə idi ki, highlighterlarımı da yəni fürsət düşəndə dəyişərəm. O da palet formasındaydı. Amma yəni dediyim kimi yaxşı olmadı. İndi burada qızlar ümumi nəticədə 3 dənə Rumiana var. Biri bu şəftəli çiçək tonunda olan parıltılı, bir dənə belə çəhrayı tonlarda parıltılı, bir dənə isə bu da çəhrayı tondadır, amma yəqin ki yenə deyirəm, rəngləri tam belə bilinmir. Yəni rənglərini ötürə bilmirəm də sizə, amma görürsüz, yəni arasında fərq var. Bu biraz tündür, bu biraz açıqdır. Bu isə tünd çəhrayı tonda mat olan Rumianadır. Bu da bronzerdir. Bronzer heç ümumiyyətlə istifadə etməmişəm. Bronzer ilk dəfə istifadə eləyəcəm. İndi təbii ki, parikmaqlarda yəni gecə makiyajı falan eləyəndə istifadə olunurdu, eləyirdilər, amma özümün heç vaxt olmayıb bronzerim. Nəysə ki, bunu aldım qızlar. Bunu özdə bayaqlarım dedim, rəfiqəmin elçisindən alıram, iş yoldaşımın elçisindən alıram. O Amerikadan bunları sifariş vurur. Yəni özü vurur, əlində olur, satır. Kimsə nəsə istəsə onu da sifariş verir. Bu əlində olan məhsullardan biri idi. Hətta bunu bir başqasına əslində satmışdı. Həmin adam sadəcə olaraq Azərbaycanda yox idi. Yayda gələcəkdi deyə. Dedim, o gələnə sən ona sifariş verərsən, mən bunu götürüm. Elə də oldu. Mən bunu götürdüm. O
digər xanıma sifariş veribdi. Bunun qiyməti 190 manatdır qızlar. Açıqcası heç araşdırmamışam, bilmirəm, yəni mağazalarda qiyməti neçəyədir. Amma xanım çox sərfəli qiymətə satır, çünki yəni mağaza deyil, evində olur bu məhsullar hamısı. Elçisi işə gətirmişdi, orada gördüm, bəyəndim, götürdüm. Qiyməti də 190 manata. Düşünün ki, bunu ayrı alsam, məsəl üçün bu firmanın highlighterlarını ayrı alsam, yəni bu altısı bir yerdə mənə hardasa 300-400 manata başa gələrdi. Çünki kifayət qədər bahalıdır. Yəni tək-təkdə satılanlar bahalıdır. Yəni rumyanası 60-80, nə bilim bronzeri məsələn 70-90 arası belə qiymətləri olur. Bu mənə sərfəli gəldiyi üçün bunu götürdüm, amma hələ ki istifadə etməmişəm qızlar, istifadə eləyəcəm. Tonalni əksikliyim var, tonalni alasıyam. Onu da alıb tamamlayacağam. Əslində yəni elə də çox kosmetik vasitələrə ehtiyacım yoxdur. Əsas bunlar idi. Bunları da aldım. Artıq axşamdır. Qonaqlarımızı yola saldıq, uşaqları yatızdırdım. Həftə sonudur. Təbii ki, yəni ki, heç olmaya bir 2 saatın, 3 saatında özümə ayırmalıydım. Yəni növbəti iş həftəsinə hazırlaşmaq üçün dırnaqlarımı düzəltmək istəyirdim. Çatdıra bilmədim. Qonaqlar gəldi, hamısı yarımçıq qaldı. İndi də çox yorulmuşam. Heç qabları yumağa həvəs olmadı. Maşına yığdıq. Sabah iş günüdür. Yəni müəyyən mənada hazırlaşmaq lazım idi. Gəldim yuxarı. Kitab istəyirəm, oxuyum, artıq bitireyim. Çox yorğunam, amma oxuyacağam, oxuyub bitirəcəm. İnşallah ki, sabah mütləq şəkildə Koroğluzdakı Əlvənino mağazasına gedəcəm mütləq şəkildə. Belə qızlar.